Biz də sizi eşitmək istəyirik. Alim müəllim, sənətdə də bu çox görsənir. Uğur gələndən sonra həsədlə rastlaşır adam, ya paxıllıqla rastlaşır. Və mənə həmişə düşündürüb bu nə psixologiyadır? Necə gəlir tutur adamı bu həsəd, paxıllıq? Bu özün? Hə, adamı necə gəlir tutur? Özün tutur, yoxsa tamaşaçıları? Yox, başqa izləyənlərdən, ya başqalardan, rəqiblərdən. Özün deyirsən. Yox, məsələn, birisi uğura gəlir çatır da, kolleqalarındanmı, hardanmı? Yaxşı söz deməyə şey eləyirlər. Hə, çətinlik çəkirlər, özlərinə də zülm Demək, sənin sözün eləyirlər. quvvəti, bir dənə gözəl ustadım var idi, həmişə üstündən çırpırdım. Dərsdə götürdüm, aparırdım. Hərdən əlsat, orada kasıb idi. Əlsat kəsəndə bir budundan azından gətirib verirdim, hörmət edirdim. Düzdür, ustadım idi. Əlbəttə, Ağxan müəllim deyil. Hə, onu görürəm. Bu mənim ustadım, qanun ustadımdır. Mən bütün xanəndələri, kimdən öyrənmişəmsə, öz ustadım sayıram. Görmədiklərimiz də ustadım olub. Çünki mən gecə-gündüz oralara qulaq asmışam. Plastinka fırlanıb, 100 dəfə bir şeyə qulaq asmışam. Video aparmışam, kamera. Dedim ki, Fərqanədə onda belə təzəlçə oxuyur. Dedim, Fərqanəyə qulaq as, sonra belə falan. Hə. Sözlər dedi, nəysə dedi. Kamera yığılıb sarandan sonra dedi ki, mən alim kimi xanəndə görməmişəm. Yəni, gələcəyin ustadıdır. Birəndə, ay zalımı da video çəkim, o video dilində. Demədi. Amma qıraqdan deyib, bir iki adamla soruşublar zaten və o deyib ki, yox, hətta bir nizamım var, bizim dostumuz. O sənətə böyük qiymət verəndir. Deyir ki, mən Hacı babadan soruşdum ki, Hacı müəllim, bəs bu alim haqqında nə deyirsən? Deyir, alim haqqında mən deyirəm, qulaq asıram, Cabbardır. Yox, Cabbar deyil. Qulaq asıram, Hacı babadır. Yox, Hacı baba deyil. Qulaq asıram, yox, bu köpəyoğlu özü deyil. Hə, yəni beləçə şeylər deyiblər barəmizdə. Bu da bir ayrı bir şeydir ki, insan o vaxt böyük ustad olur ki, özü ola bilsin, kopyadan çıxsın. Hə, bu Allahın qismətidir. Məni yolda çox saxlayırdılar. Bu nədir? Bu nə yolda oxuyursan?